Gec ya tez, dünyanın hər yerində ədalət öz yerini tapır. Beynəlxalq Ədalət Məhkəməsindən gələn cavab da bunu nümayiş etdirdi. Haqa Məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi. Bakının reaksiyası da gecikmədi. Elə biz də prosesə ətraflı nəzər yetirmişik. Əsassız tələblər heç bir nəticə vermədi. İrəvan növbəti dəfə reallıqlarla üz-üzə qaldı. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib. Hərbi cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan və digər 15 nəfərlə bağlı müraciət cavabsız qalıb. Müraciətin mətni erməni əsilli şəxslərə göstərilən münasibət və onların saxlanma şəraiti ilə bağlı olub. Məhkəmə iş üzrə Azərbaycanın cavabını və əlaqədar sübutları nəzərdən keçirib. Nəticədə isə əlavə məlumat istəməməyə, müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verilib. Haqadan gələn bu qərar Paşinyan kabinetindən yüksələn ittihamları növbəti dəfə susturub. Lakin bunun daimi yoxsa müvəqqəti mahiyyət daşıması sual altında qalan məsələdir. Mən düşünmürəm ki, Ermənistan bu yaxın zamanlarda bu cavabdan nəticə çıxardıb yenə də hər hansı bir bu digər addımlar atmayacaq. Hesab edirəm ki, davamlı şəkildə Ermənistan rəsmiləri öz təmasları zamanı yenə bir qərəzli fikirlər səsləndirəcəklər. Bu da onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla həqiqi, sabit, davamlı bir sülhün bağlanmasında hələ ki o qədər də maraqlı görünmür. Ermənistan tərəfinin diqqətinə çatdırdığımız Minsk qrupunun ləğv olunması, Ermənistan konstitusiyasının dəyişikliyin həyata keçirilməsini davamlı olaraq biz qeyd etmişik. Amma biz görünən odur ki, Ermənistan bununla bağlı hər hansı bir addım atmaqda niyyətli görünmür. Haqada verilən qərara Azərbaycanın Xarici İşlər Nazirliyindən də reaksiya gəlib. Qurum rəsmisi bəyan edib ki, qərar əsaslı olmayan tələblərin nəticə vermədiyinin sübutudur. Məlumdur ki, məhkəməsi həyata keçirilən erməni əsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin aparatının nümayəndələri dəfələrlə baş çəkiblər. Məhkəmənin qərarı BMT-nin əsassız həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir. Baş verənlər göstərir ki, İrəvan hər vəclə həqiqətləri gizlətməyə çalışır. Bakı isə illərdir bağlı qapılar ardında qalan faktları üzə çıxarmaqda israrlıdır. Bu yolda beynəlxalq qurumlardan gələn haqlı dəstəklər Bakının əlini gücləndirir. Ermənistanın məhkəmə proseslərini pozma cəhdləri isə nəticə vermir.